Selamun Aleyküm ve Rahmetullah. Niye oturmuşam? Çünkü istirahat eləməliyəm. Ona görə ki, yekə bir dənə zırıltı ev göstərəcəm. Yorulacam gəzib. İstirahatımı eləmək üçün. Deməli, Balakən şəhərində, Müslüm Maqameyev küçəsində qəşəng yekə bir dənə torpaqdan, harca 15 sot torpaqdan bir yerdə qəşəng bir dənə saray kimi ev satışa çıxarmışıq. Bir daha demək istəyirəm ki, Balakən şəhərinin Müslüm Maqameyev küçəsində. Bu küçə haradır? Çox adam nəcəb bilmir. Arifoğlu marketin yanından gidəndə, Aspetrolun qarşısından gidəndə, Əllər binasının böyründən sola dönəndə oralarda bir yerdədir. Oralarda bir yerdədir. Amma tam olaraq ünvanı bilmək istəyən bizə əlaqə saxlaya bilər. Deməli, başlayaq həyətdən inşallah qardaş. Həyətdə cürbəcür, növbə-növ ağaclar var. İstədiyin kimi alması, xurması, armudu, zadı istəyən kimi banan alına çəkə bilər. Evin də tikilişi olduqca həqiqətən möhkəmdir. Sözə bax. Daşdan tikilib. Bax, evin sahibi pəncərəsinə qədər vurdurub. Yəni ki, gələcək üçün mühafizə sisteminə görə ən əsası, baxın həyətə qonum qonşunun pəncərəsi düşmür. Deməli, evin isitmə sistemi kombidir. Töplü poldur. Gəl. Su övzəsi. Mən birinci buranı sklad bilmişdim. Amma nədir? Ən əsas şey. Sürpriz. Sürpriz var. Nə var həyətdə? İçəridə də var. Sanitar qovşağı. Gördün qardaş? Özdə ən yaxşısından. Kənd stili. Gəl qardaş. Bura nədir? Bax. Kombi otağı. Heç mənim evdə elə otağım yoxdur ki. Otağa bax. Evə alana Lamborghini S5. Neydi o? S5 motor. Hədiyyə olunacaq. Getdik qardaş. Tosun Paşa benimdir. Baxın qardaş, dizayna bax. Reski yadıma düşür. Çöllərə bax. Bu bax codurlu sistem. Bu bizə niyə bir dənə açıqlama vermək istəyirəm. Zaborda göstər hər şeydə göstər. Bax, bax, bax. Dizaynı göstər. Bu niyə belə olub? Mən sizə deyim. Belə göstər gün düşür. Bu ona görə belə codurlu olub ki, qulaq yay vaxtıdır. Milçək olanda dişləri söykəndin. Belini qaşıyırsan. Bel qaşımaq üçün qəşəng dizayn. Getdik evin içinə qardaş. Vay, 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 vay. Evin içinə bax. Evin içinə bax. Bax, 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 bax. Zala bax qardaş. Girən kimi nədir bilirsən bura? Meydan. Elə bir şallıq saraydır. Elə bir nə bilim, hansısa mağardır. Gəl qardaş. Mağardır mənim. Ay, da. Bax, bax. Ora bax, tumbalarına bax. Normalni, hər bir şey. Qardaş, bir dənə geniş belə götür. Bax, sağdan soldan götür. Bax, bax, bax. Bax, götür qardaş. Ay, sağ ol. Bax, bax, mebeli zadı. Deməli, Fransanın Montadindo şəhərindən Felagido mebelindəndir, qardaş. Gəl. Burada bir dənə sklad. Bax. Dayı burada belə özü üçün sklad düzəldib. İşə yaramayanlar üçün nə varsa hər şey bura yığılıb. Gəl, qardaş. Bax, bir dənə buranı götür. İkinci mərtəbəyə çıxacaq. Evin, harasan, qardaş? Ha. Hint sonlarına kimi. Deməli, burada qəşəng ütümüz də var. Baxın. Çıxmadı, gəl. Danışıq olsa əşyaların evdə qalma ehtimalı %99%'dir qardaş. Göstər, bu buranı bir göstər. Bax, yenə deyirəm. Evin isitmə sistemi toplu poldur qardaş. İstilik sistemi kombidir. Bayaq da göstərdim. Oo. Ora bax. Bu silah Meksikada yenilməz canavar Red Kit'in kinosunda istifadə olunubdur. Bu Taylandda Bir Gecə filmi var. Orada istifadə olunubdur. Bu ya sənin ya mənim kinosundakı istifadə olunan silahlar. Getdik yuxarı qardaş. Gəl. İkinci mərtəbəyə. Bismillah. Getdik. Deməli, girən kimi ortada bir dənə şey deməyəcəm. Bu evin... Yaşıb gözümü açqın ortasına qardaş. Deməli, bu evin 50 dənə otağı var qardaş. Bax, bura bir dənə koridor. Bax, otaqlar bir ambardır. Burada bir dənə otaq. Gəl qardaş. Gəl getdik. Sonra sanitar qovşağı və sanuzeli. Göstər qardaşım. Tez bazar zəhmət olmasa. Ay sağ ol. İkinci laf göstər. Sonra deməli, bundan qabaq bir dənə otağı göstərdik. Bu ikinci otaq. Döşəklərə bax. Döşəklərə bax, nənə baba döşəyidir. Ay sağ ol. Fırra. Getdik, gəl. Sonra bura bir dənə otaq. Bir ambar otaq var. Bir ambar.
Ambar 1. Gəl, getdi qardaş. Gəl qardaş, burada bir dənə otaq. Bax. Super. Qiyməti deyəcəm. Mənə kim soruşsa ki, qardaş, qiymət nədir? Blok edəcəm. Qiyməti deyəcəm. Axıra qədər baxın, qiymət deyiləcək inşallah. Gəl qardaş, otaq, nə qədər otaq var kişi? Bax. Burada bir dənə otaq. Deməli, patoloqa bax, arşivə taxta. Nə deməkdir ki? Yəni arşiv eləmə deyib. Pola bax. Ora bax taxta. Super. Buranın qiyməti, deyirəm, ürəyiniz izləsin, deyirəm. Deməli, 15 sot torpaqda, nəzərə alsaq ki, burada torpağın bir sotu 4-5 mindir. Bir sotu nəzərə alsaq ki, tək neçə min boyu torpaq edir. Yəni, buranın qiyməti cəmi əşyalar da qalacaq inşallah. 180 minə təklif olunur. Buranı aldıqsa, rahat şəkildə istədiyiniz qiymətləri kirayə verə bilərsiniz. Bir daha demək istəyirəm ki, Balakən şəhərində, Müslüm Maqameyev küçəsində 15 sot torpaqla bu qəşəng ideal təmirli evimiz 180 minə təklif olunur. Qiymətdə reallıq olsa, normal bir dənə tefal çayınla, 10-15 dənə limonla, zadla üstünə bağlayan, kərp bağlayan mürəbbəni sıyıram, üstünə tulluyuram, xarlanan mürəbbə ilə zadla qardaşın ideal partlayış ki, endirim olacaq. Selamun aleyküm və rəhmətullah. Getdik.